Alaz müəllim, salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Müəllim, deməli, bənli mövzu ilə bağlı Azərbaycanda bu məsələ səs-küy salır. Ona görə ki, Azərbaycan Thai boks komandası 2025-ci ilin Thai boks üzrə dünya çempionatına yollanır və burada komanda qalmaları gedib. Biz siz məsələsi yaranında bu günlərin Dünya Thai Boks Federasiyası bu məsələ ilə bağlı qərar verir. Bizə o qərarın açıqlaması maraqlıdır. Bildiyiniz kimi bu yarışa biz 10 heyətlə yola düşmüşdük. Bu 10 heyətlə artıq biz Dünya Federasiyasına qatlandıq və dünya çempionatımıza başlayarkən bildiyiniz kimi eyni halda da kickboksun komanda yollamışdılar. Kickboksun komandasını belə bir şərt oldu ki, kickboks komandasını almaq mümkün olmadı. Bizə müraciət etdilər ki, kickboks komandası Muay Thai komandasının tərkibində ancaq alına bilər. Bu əlbəttə qanunda da belədir, həyatda da belədir, reallıqda da belədir. Ondan sonra biz icazə verəndən sonra kickboks artıq Muay Thai komandasının tərkibində olaraq Muay Thai idmançısı kimi göstərildikdən sonra ringə alındı. Bildiyiniz kimi bizim idmançılardan artıq kickboks Muay Thai komandasına bərabər dedikdə bizim idmançılardan 2 nəfər artıq yarım finala vəsiqə qazanmışdı. Bu İFMA-nın böyük bir dünya çempionatıdır. Özdə kişilər arasında deyərdim ki, heç Muay Thai-dan indiyə qədər heç üçüncü yerə polifinala düşən olmamışdı. Ondan sonra da 4-5 idmançımızın da döyüşlər keçirtməsinə qalmışdı. Buna baxmayaraq bu gərginlik burada çox həddindən artıq gərginlik var. Ona görə dünyada heç bir yerdə belə bir proseslə üzləşməmişdilər. Ancaq burada üzləşilən proses Azərbaycanda baş verən necə deyərlər, proses bura gəlib çıxmışdı. Hamısı məni həm Muay Thai kickboks idmançısı kimi həm tanıyırlar, həm də federasiyanın prezidenti kimi bildiyiniz kimi artıq 4 ilə yaxındır ki, federasiya prezidentliyin idarə edirəm və federasiya prezidenti idarə edən gündən bugünkü qədər böyük nəticələrimiz olub. 3 Avropa oyunlarının medalını gətirmişik və digər oyunlarımızda Dünya Avropa çempionatlarından qızıl medalla dönmüşük. Bu günləri iclas deyəndə yox, onsa iclas bəllidir. Çünki həm Azərbaycanda mən federasiya prezidentiyəm, həm Dünya İFMA, Dünya Federasiyasının Azərbaycandakı nümayəndəsiyəm. Burada başqa bir göstərişi, başqa bir şey ola bilməz. Sadəcə olaraq buna baxış keçirtdilər. Bir daha belə nöqsanlara yol verməmələrin bizə bunu arzu etdilər. Həm mənə, həm də kickboksing tərəfə, Azər tərəfə. Burada sizin söylədiyinizə səbəb gətirmək istəyirəm ki, Azər ya Kickboks Federasiyası burada necə ola bilər? Kickboks Azər və Uçsanda Federasiyasının prezidenti ya Kickboks Federasiyasının prezidenti burada olmağı mümkün deyil. Ona görə ki, bildiyiniz kimi kickboks heç bizim üzvümüz deyil ki, biz onu tərkimizə alaq. Ancaq Uçsanda Federasiyasının da prezidenti sadəcə olaraq bizim federasiyada bir üzv kimi yer alır. O da bildiyiniz kimi pasif bir üzv kimi. Ona görə ki, onun heç bir klubu qeydiyyatdan keçmiş klubu yoxdur. Ona görə o Uçsanda Federasiyasının prezidentidir. Həm də bildiyiniz kimi İdman Nazirinin daxili qərarına görə bir insan bir yerdə fəaliyyət göstərər. Belə bir qərarı var. Bir idmançı bir klubdan çıxış edə bilər. Belə bir qanun var. Ancaq bunlara baxmayaraq bütün proseslər pozula gəlib bu yerə çıxdı. Ancaq buna baxmayaraq idmançılarımız yenə böyük ruhla, qələbə ilə çempionatı başa vuracaqlar. Həm də mən də bir idmançı olaraq, həm onların federasiya prezidenti olaraq onlarla bərabər belə ringin içində döyüşməyə də belə hazıram. Çünki həmin güc, həmin idarə, həmin o necə deyirlər, psixoloji üstünlük məndə olduğu kimi də durur. Çünki biz bu yola idmandan gəldik, kətdən gəldik, kətdən. Gəldik, çıxdıq bura. Buradan da Türkiyə gəldik. Dünya çempionatlarını fəth edəcək getdik. Avropa dünya çempionatını qazandıq. Və kimin dəstəyi ilə? Cənab prezidentimizin dəstəyi ilə biz buna nail olduq. Buna da nail olacaq. Bizə qarşı heç bir güc tərkib edə bilməzlər. Çünki bizim dövlətimiz var, hüquqi bir dövlətdə yaşayırıq. Biz inanırıq ki, tez zamanda bunu öz yoluna qoyulacaq. Bu proseslər başa çatacaq. İFMA, Dünya Thai Boks Federasiyası, Azərbaycan Thai Boks Federasiyasının prezidenti olaraq
Araz Musayevi tanıdı yoxsa Azər Həsənsoy? Əlbəttə Araz Musayevi tanıdı. Azər Həsənsoy üzvdür. Azər Həsənsoy elə bir hüquqi şey yoxdur ki, Azər Həsənsoyu tanıya bilsin. Ona görə Azər Həsənsoy heç bir federasiyanın prezidenti deyil, Uçsanda Federasiyasının prezidenti. Bu sualı vermək, bu suala cavab vermək özü bir gülünc vəziyyətdədir. Ona görə bu gülünc vəziyyəti burada bizə yaşadanlar var. Mən istəyərdim ki, bu gülünc vəziyyəti yaşadanlara üz tutub demək istəyərdim ki, bu söhbətləri bitirin, belə şeylər olmaz. Biz hər birimiz Azərbaycanı nümayiş elətdiririk. Hər birimiz Azərbaycan üç rəngli bayrağı altında çıxış edirik. Bu gəncləri, bu idmançıları bir-birinin üstünə qoymaq olmaz. Biz o günü yaşamırıq. Biz Azərbaycanın üç rəngini, bayrağını qaldırmaq üçün mübarizə aparırıq. Biz bir-birimizi qırmaq üçün mübarizə aparmırıq. Bunu dayandırmaq lazımdır. Çünki bir ölkədən bir komanda gəlir, bir ölkənin bir prezidenti var, bir ölkənin bir federasiya rəhbəri var, bir üzvləri var. Burada necə ola bilir ki, Muay Thai Federasiyasının prezidenti mənəm, Kickbox Federasiyasının rəhbərini ala bilirlər ya da Uçsanda Federasiyasının rəhbərini ala bilirlər. Belə bir şey olmağı mümkün olmayan bir şeydir. Belə bir şey ola bilməz, nə dünyada, nə bizdə. Prosta sadəcə olaraq, belə deyək də, Uçsanda ilə, kickboxla, belə loru dildə də olsa deyəcəm, məzələnirlər. Prosta baxıb gülünclə məzələnirlər və bunu yaradanlar kimlərdirsə, onlar özləri baxsın, görsün ki, biz Azərbaycan komandasını necə gülünc yerdə qoymuşuq. Baxmayaraq döyüşçülərimiz güclüdür. Vururlar, nakavt edirlər, qələbə qazanırlar, mübarizə aparırlar, uğur əldə edirlər, başların, gözlərin, qaşların, ayaqların sındıraraq çempion olurlar. Buna baxmayaraq ancaq bizə qoşulan biz düzgün olmayan bir idarəçilik sistemi var. Qoşulub bizi ayırır bir-birimizdən və lazımsız söhbətlər yaradır. Mən buradan elə üz tutaraq birbaşa demək istəyirəm ki, belə qarşı durmaya son qoyulsun. Son qoyulsun ki, bizim idmançılarımız rahat döyüşə bilsin. Biz idmançı olaraq da, mən də özüm də idmançıyam. Biz nə hard nəfəs ala bilək? Burada nə var? Burada heç bir nə pul var, nə para var. Bir çətinliklə oradan buradan pul alalaq. Ondan bundan yardım istəyə-istəyə gəlib bu yerə çıxmışıq. Nəyə görə bizim pulumuzu digər komandaya ayrılır? Kickbox komandasına ayrılır. Gəliblər komandaya, gəlirlər, otururlar xanımlarla, onunla, bununla videolar çəkdirlər. İnanırsan, utanıram. Bir anlıq federasiya prezidenti olmağı utanıram. Hamısına pul ayrılıb, gəlib oturublar, tətilə gəliblər, tətil yapmağa. Bu tətil yapmağın bizim federasiyanın üstündən niyə edirsiniz? Bunlar dövlət bizə pul ayırır. Bu pulu niyə bunlara ayrılır? Mən buna başa salmaq istəyirəm və də istəyirəm ki, buna qarşı bir ölçü götürülsün və biz azad olaraq və suveren bir ölkənin idmançıları olaraq və bildiyiniz kimi cənab prezidentimizin bərpa etdiyi bir dövlətin idmançısı olaraq biz də istərdik ki, bir komanda olaraq.